Salam dəyərli iştirakçılar, hər birinizin axşamınız xeyir olsun. Dərya qrupu olaraq bu gün bizim növbəti vebinarımız keçiriləcəkdir. Vebinarımız 30 gündə rus dilində danışmağa başlamağın yolları adlı mövzudur. Bu mövzumuz, yəni bu vebinarımızın sonunda iştirak edib açar sözü mənə bildirən hər bir kəsə təşəkkürnamə veriləcəkdir. Təlimçimiz isə rus dili müəllimi Nəzrin Balcanov olacaqdır. Nəzrin xanım, axşamınız xeyir, necəsiz? Axşamınız xeyir. Uğurlu vebinarlar arzu edirəm. Bir də Çox sağ unutmadan olun. bir daha təkrar edim. Ya vebinarın orta hissəsinə belə deyim, ya sonlarında bir açar söz bildirərsiniz mənə. Çünki iştirakçılarımıza təşəkkürnamə veriləcək. Yəni açar sözü mənə deyən iştirakçılarımıza təşəkkürnamə veriləcək. Bir daha uğurlu vebinarlar arzu edirəm. Başlaya bilərik. Çox sağ olun, təşəkkür edirəm. Aytaç xanım məni təqdim etdi. Mən Balcanova Nəzrin, rus dili üzrə müəlliməyəm. Rus dilində həm danışıq, həm magistr hazırlığı keçirəm hazırda. Nəsə sualınız varsa verə bilərsiniz. Sualınız yoxdursa biz başlayaq. Biraz sizə məlumat verim rus dili ilə bağlı. Axşamınız xeyir, hamınız yazırsınız. Demək, biz ilk öncə başlayaq, mən sizə biraz məlumat verim rus dilindən bağlı, rus dilində danışıq öyrənməklə bağlı. İlk öncə onu deyim ki, rus dilində danışıq üçün əlbəttə qrammatika bizə çox vacibdir, amma bir ilk öncə başlıqda belə bir məsləhət də vermək istəyirəm ki, sizə. Hardakı çoxlu qrammatika keçilir, hardakı çoxlu belə deyim, dərs saatının vaxtı qrammatikaya üzərində qurulur. Həmin yerdə inanın ki, siz normal danışıq öyrənə bilməyəcəksiniz. Bəli, rus dilini yaxşı mənimsəyə bilərsiniz, rus dilinin qrammatikasını yaxşı mənimsəyə bilərsiniz, hər bir xırdaçlığına qədər öyrənə bilərsiniz, amma o sizə danışıqda heç bir, yəni tez bir zamanda öyrənmək üçün heç bir nəticə göstərməyəcək. Və bir də rus dilində danışığı ən əsas məqamlarından biri odur ki, ay ərzində ən az 200-300 yeni söz öyrənəsiz. Yəni bunun sizə çox xeyri olacaq. Yəni söz bazamızı artırmasaq, inanın ki, nə qədər qrammatikada öyrənsək, nə də etsək bizə kömək olmayacaq. Çünki belə izah edim, 10 sözlə nə qədər cümlə qura bilərik və yaxud da ki, 100 sözlə nə qədər cümlə qura bilərik. Bir onu özümüz də oturub məntiqən düşünsək, belə qərara gələ bilərik ki, həqiqətən də nə qədər çox bazamız olarsa, bir o qədər də zəngin danışığımız olar. Və bəzən mənə sual verirlər ki, vaxt çatdıra bilmirik qoşulmağa, yəni və yaxud da qoşulmaq istəyirlər, vaxt baxımından üst-üstə düşmür. Mənə sual verirlər ki, bəs Nəzrin xanım, necə özümüz öyrənə bilərik? Özümüz çox rahat öyrənə bilərik. Necə? Baxdığımız filmlərə rus dilində baxaraq öyrənə bilərik. Dinlədiyimiz musiqiləri rus dilində çalışıb dinləyə bilərik. Və gün ərzində bacardığımız qədər yeni söz öyrənməyə cəhd göstərməliyik. Düzdür, bəzən səhlənkar yanaşırıq buna. Müəllim tələb etmirsə, deyirik bu gün yox, biraz sonra səhəri gün öyrənə bilərik. Biraz səhlənkar da yanaşırıq, bəli. Amma buna baxmayaraq gün ərzində 10 dənə yeni söz də öyrənsək, bizə çox böyük kömək olacaq. Yəni ən başda bunu məsləhət görərdim sizə. Başqa nəsə sualınız varsa verə bilərsiniz. Sualınız yoxdur? Tamam, mən o zaman biraz da danışım bu. Məsələn, öz metodumdan danışa bilərəm. Hər müəllimin öz metodu var. Mən şəxsən özüm dərs keçdiyim zaman qrammatikaya o qədər də çox vaxt ayırmıram. Maksimum olur ki, 20 dəqiqəsini ayıra bilərəm hər dərsin. Çünki bizə danışıq lazımdırsa, biz daha çox praktik formada danışığı
irələtməliyiksə, o zaman daha çox danışığa, diskusiyaya üstünlük verməliyik, dialoqlara üstünlük verməliyik. Dili neçə aya öyrənmək olar maksimum? Dili o sizin tələbənin bazasından asılıdır, mənimsəmə qabiliyyətindən asılıdır. Bəzən olur ki, tələbə sıfırdan belə başlasa, 3 aya normal bir nəticə göstərə bilir. Yəni ilkin olaraq özünü ifadə etməyi bacarır. Bəzən olur ki, tələbə bazası olur, qoşulur və ona 4 ay kifayət edir ki, tam sərbəst şəkildə o artıq özünü izah edə bilsin, fikirlərini çatdıra bilsin və normal şəkildə kiminləsə dialoq qura bilsin. Rus dilini öyrənmək üçün ən əsas üstünlüyü nəyə vermək lazımdır? Ən əsas üstünlüyü yenə də qeyd edirəm, yeni sözlərin öyrənməsinə vermək lazımdır. Yeni söz bazamızı yaratmalıyıq. Daha sonra isə çoxlu ünsiyyət. Əgər ünsiyyət qurmaq üçün ətrafınızda elə də bir kütlə yoxdursa, elə bir tanışınız yoxdursa, belə deyim, o zaman filmlərə rus dilində baxa bilərsiniz subtitrlarla və həm danışanda templə danışarkən orada nə getdiyini, nə deyildiyini anlaya bilirsiniz o zaman. Həm tərcümə edə bilirsiniz siz özünüzdə orada deyilənləri. İndi elə bir zamandır ki, hər kəs filmlərə baxır, daha çox türk filmlərini izləyirsiniz və türk seriallarını izləyir hər kəs demək olar ki, əksər 95% əhali və bütün o filmlərin hamısında rus dilinə tərcüməsi də var. Məsləhət görərdim ki, rus dilində olan versiyalarına baxasınız ki, həm maraqlı keçirdəsiz zamanınızı, həm də ki, baza yaratmış olasınız özünüzə. Bir saniyə. Ən tez nə qədər vaxtda, onu bayaq qeyd etmişdim, söz bazasından asılıdır. Elə tələbə var ki, 3 ay kifayət edir normal özünü ifadə etmək üçün. Elə tələbə var, 6 ay öyrənir. Səhlənkar tələbə var, 1 ilə yaxın bəlkə də çəkə bilir onun öyrənməyi. Bu hamısı fərdi yanaşmadır. Ona görə biz tələbələr qoşulmaq istədiyi zaman sınaq dərsi keçiririk, tələbənin bilik səviyyəsini artıq bilirik və psixoloji olaraq onun durumunu anlamağa çalışırıq. Ondan sonra həmin tələbə üçün plan tərtib edib biz dərsə başlayırıq. Yəni kör-köranə bütün qoşulmaq istəyən tələbələrin hamısını eyni qrupa əlavə etmirik. Hər səviyyədə olan tələbələrin öz qrupu var. Hmm. Sözləri əgər cümlə şəklində qrupdan çətinlik çəkirsinizsə danışmağa, o zaman daha çox filmləri izləyə bilərsiniz, oradan öyrənə bilərsiniz. Əgər ətrafınızda ünsiyyət qura biləcəyiniz rus dilli insanlar yoxdursa. Əgər varsa, məsləhət görərdim ki, səhv və yaxud da düz fərq etməz, həmin insanlarla ünsiyyət qurasınız. Çünki səhv deməyin özü belə bir cəsarət tələb eləyir və səhv dediyimiz zaman da biz artıq danışdığımız zaman belə səhv olarsa, onu özümüzdə o səhvi özümüz belə görə bilirik və daha sonra çalışırıq ki, həmin səhvlərimizi düzəldək. Həftədə, Aynur xanım, demək həftədə dərslər əslində çoxu zaman 2 dəfə keçirilir 90 dəqiqə olmaqla. Yəni bundan az saat, yəni ki, 90 dəqiqədən az məşğul olmaqla düşünürəm ki, elə bir nəticə əldə etmək mümkün deyil. Çünki zaten 1 saat ərzində elə də bir göz qırpımında gəlib keçir. Ona görə saat yarım kifayət edir həftədə 2 dəfə. Bəli, intensiv qruplara qoşulmaq istəyənlər var, intensiv formada fərdi şəkildə hazırlaşmaq istəyənlər var. Onlar üçün artıq başqa plan tərtib edilir və həftədə 4 dəfəyə qədər də dərsləri qaldırmaq olur. Amma belə normal qaydada qoşulub öyrənmək istəyənlər üçün 2 dəfə həftədə 90 dəqiqə olmaqla kifayət edir. YouTube-da onlayn dərslər belə bilmirəm hansılardır. Amma yəni YouTube-da onlayn dərslər zaten hamısı eyni qaydada demək olar ki, göstərilir. İlkin bilikləri öyrənmək üçün hər birinə baxa bilərsiniz. Hər müəllimin öz metodu var və mən özüm də bir neçəsinə göz gəzdirmişəm YouTube-da. Demək olar ki, hamısı eynidir. Sadəcə olaraq müəllimin yanaşma tərzi fərqlidir, amma öyrədilənlərin hamısı eyni gedir.
Siz də sağ olun. Və məsləhət görərdim ki, yəni yenə qeyd edirəm, tez bir zamanda yaxşı nəticə əldə etmək üçün həm dərslərə qoşulursunuzsa o ayrı. Yəni həm dərslərə qoşulasınız, həm öyrənəsiz, həm filmlər, yəni belə deyim ki, dil öyrənirsinizsə bir müddət çalışın bütün fəaliyyəti, yəni boş vaxtınızda həm ünsiyyət qurmağı, həm filmlərə baxmağı, musiqiləri dinləməyi, mahnıları daha doğrusu üzr istəyirəm, dinləməyi, hamısını çalışın ki, rus dilində edəsiniz. Və hətta bəzən olur ki, indi hazırda hər kəs Instagramda, TikTokda belə deyək, hər yerdə ünsiyyət qurur və belə məsləhət görərdim ki, həmin orada da bəzi qruplar var. Öyrənmə qrupları. Orada belə o qruplara belə qoşula bilərsiniz və orada rus dilli belə deyim, kütlə ilə ünsiyyət qurasınız. Bəli, tamamilə düzgün vurğulayırsınız Salih xanım. Öyrənmək üçün çoxlu danışmaq lazımdır. Mən də bayaqlar onu qeyd etdim ki, əgər dil öyrənirsinizsə, çalışıb bütün hər bir şeyi həmin müddət ərzində rus dilində edəsiniz. Bəli, Günel xanım, rus dili həqiqətən də çox çətindir və çox çətin bir qrammatikaya malikdir. Demək olar ki, dünya üzrə 5 ən çətin dillərin siyahısındadır. Rus dilinin qrammatikası çox geniş bir qrammatika, çox mürəkkəb bir qrammatikadır. Amma bəzən olur ki, tələbələrimiz məhz buna görə qorxurlar, çəkinirlər bu dili öyrənməkdən ki, öyrənə bilməyəcəm. Amma danışıq üçün bizə lazım olan onun bəzi məqamları var. Düzdür, təbii ki, magistrlardır. Məndə magistr tələbələrim var. Onların dərs proqramı tamamilə fərqlidir. Onlarda böyük üstünlük qrammatikaya verilir, böyük üstünlük esselərə verilir. O ayrı tam dərsin özü tam qrammatikanın üzərində qurulur. Amma danışıq dil öyrənmək üçün buna ehtiyac yoxdur. Danışıq dil öyrənmək üçün sadəcə olaraq əsas məqamları bilmək lazımdır və düzgün tələffüzün üzərində çalışmaq lazımdır və qeyd etdiyim kimi ay ərzində ən azı 200-300 söz bazası yaratmaq lazımdır. Yəni bazamızı genişləndirmək lazımdır ki, nə qədər qrammatikanı öyrənsək də baza azdırsa, biz normal danışa bilmərik. Və rus dilinin qrammatikası, bunu da əsas qeyd edim ki, rus dilinin qrammatikası demək olar ki deyil, elə 95% hallarda məhz bu belə götürülür. İsmin cinslərin üzərində qurulur. Ona görə dərsi başlayarkən ilk buna diqqət edirik. Yəni indi özü öyrənmək istəyənlər üçün də bu bir məsləhət olsun. İlk növbədə ismin cinslərinə fikir verin. Təbii ki, sıfırdan başlayanlar ilk növbədə fonetikaya da baxacaqlar, o sözsüz. Amma cümlə qurmaq, məsələn, rus dilindən anlayışı var, amma cümlə qura bilmirsə, o zaman ismin cinslərinə bir diqqət yetirmənizi məsləhət görərdim. Çünki cümlə qurduğumuz zaman birinci ismə diqqət edirik, daha sonra isə bütün nitq hissələri ona uyğunlaşaraq bir-birinin ardınca düzəlir. Bəli, Günel xanım tamamilə düzgün vurğuladı ki, bayaq da elə onun üzərindən başlamışdım buna. Bütün hər bir şeyə, tək multiklər deyil, tək cizgi filmlər deyil, ümumiyyətlə hər bir şeyi çalışmaq lazımdır ki, rus dilində edəsiniz. Yəni bayaq dediyim kimi biraz təkrarçılıq olacaq, amma yeni qoşulanlar var. Onlar üçün də bəlkə təkrarçılıq deyil. Bütün hər bir şeyi rus dilində etməyə cəhd göstərməlisiniz. Filmlərdir, rus dilində baxın, amma subtitrlarla baxın. Subtitrla baxın ki, o danışıq eşidirsiniz, düzdür. Eşitdiyiniz zaman aşağıda da oxuyasınız və görəsiniz ki, siz onu düzmü anlamısınız, səhvmi anlamısınız. Və orada səhv anladığınız sözü də özünüz üçün mütləq şəkildə qeyd edib onun bir mənasına hər zaman baxın. Çünki kör-körənə baxmaq, subtitrlara baxmaq bu da bir iş deyil.
Aksentu aradan qaldırmaq üçün əlbəttə ki, çoxlu oxumaq lazımdır. Çoxlu oxumaq lazımdır və yüksək səslə oxumaq lazımdır. İlk növbədə vurğunun üzərində çalışmaq lazımdır və səsli şəkildə çoxlu oxumağı məsləhət görərdim. Gün ərzində belə deyərdim ki, ən az 1 saatı oxumağa ayıra bilərsiniz, təbii ki, vaxtınız varsa. Və çoxu zaman Azərbaycan dilli tələbələrin, Azərbaycan dilli olanların rus dilində ən böyük problemi məhz vurğu problemi olur. Məhz vurğu problemini də aradan qaldırmaq üçün çoxlu oxumaq lazımdır və səsli şəkildə oxumaq lazımdır. Çünki həm göz yaddaşından biz onu görürük, düzdür? Özümüzdə onu oxuyuruq, amma tələffüz səssiz şəkildə biz oxuduğumuz zaman necə oxuduğumuzu tam dərk etməyə bilərik. Ona görə oxuduğumuz zaman səsli şəkildə oxumalıyıq ki, onu həm də biz eşidək. Eşitdiyimiz zaman bəzən olur ki, düşünürük ki, bunu düzgün oxuyuruq, amma oxuduğumuz zaman görürük ki, bu nəsə qulağa düzgün gəlmir. Qulağa heç də xoş gəlmir bu söz və onun üzərində biraz durub dayanıb fikirləşib baxa bilərik, hardansa axtarışı verə bilərik onun düzgün tələffüzünü, vurğunun hara düşdüyü barədə. Onda artıq biz biləcəyik ki, biz bu sözü düzmü oxumuşuq, yoxsa səhvmi oxumuşuq. Bəli, əlbəttə ki, praktika mütləqdir. Bəs bunun hamısı nə deməkdir? Bu hər şey rus dilində qulaq asmaq, ümumiyyətlə rus dilində ünsiyyət qurmaq, diskussiya aparmaq, dialoqlara çalışmaq lazımdır. Hamısını rus dilində aparmaq. Bunun özü də bir praktik növüdür. Praktika növüdür. Eee, Tərcümə etdiyimiz zaman bu tək rus dilindən deyil də bütün dillərdən elədir. Bəzən olur ki, tam söz tərcüməsi olmur onun. Cümləni deyirik, onun sadəcə olaraq mənasını tərcümə edirik. Bu bütün dillərdən belədir. Bu tək rus dilindən belə deyil. Çox sağ olun Aliyə xanım, təşəkkür edirəm. Siz də sağ olun. Yəni rus dili öyrənmək üçün belə deyim ki, gedib hansısa bir çox pul xərcləyib hansısa bir vəsaitlər belə almağınıza ehtiyac yoxdur. Əgər özünüz öyrənirsinizsə, heç bir vəsait də almağa ehtiyacınız yox. Heç onlayn hər bir şey edir. Yəni siz onu onlayn şəkildə də hansısa bir kitablara baxa bilərsiniz. Onlayn kitablar var, onlayn bibliotekalardan baxıb oxuya bilərsiniz və hətta axtarışa verdiyiniz zaman məsləhət görərdim ki, elə bir mətnlər axtarışa verərsiniz ki, ilk başda sırf üzərində, sözlərin üzərində vurğusu olsun. İlk başda çalışmayın çətin mətn oxumağa. Asan nağıllara baxa bilərsiniz, asan belə deyim, şeirlərə baxa bilərsiniz. Diqqət eləyin ki, üzərində vurğuları olsun. Çünki ilk başda o formada oxumalısınız ki, siz o sözləri görəsiniz, gözünüz öyrəşsin, göz yaddaşından, sulxavoy yaddaşından, yəni eşitmə yaddaşından yadınızda saxlayasınız onu. Rus siz rus dilində məktəbimi bitirmisiniz, yoxsa rus dilini xarici dil kimi götürmüsünüz universitetdə, Röya xanım? Bir dənə onu deyin, zəhmət olmasa. Tak, bircə dəqiqə. Dil öyrənərək hansı kitablardan öyrənə bilərik? Hansı kitablardan? Yəni bununla bağlı vəsaitlər çoxdur, amma ən əsas Redkalenkadır. Yəni özünüz belə hazırlaşsanız, Redkalenka ilə hazırlaşa bilərsiniz. Mhm. Biz
dilində tədris. Hə, siz bölümü, sektorunuzu dəyişmisiniz. Fikrinizi ifadə etmək üçün bacarın çoxlu, çoxlu ünsiyyət qurun. Yəni səhv və yaxud da ki, düz formada fərq etməz. Çalışın ünsiyyətinizi qurun. Biraz dialoqları oxuyun və dialoqların üzərindən kiminləsə danışmağa çalışın. İmkan daxilində. Yəni əgər elə bir ətrafınızda rus dilli kütlə yoxdursa, o zaman bayaq da qeyd etmişdim, biraz filmlərə filan baxın, amma ə, subtitrlarla. Və bacardığınız qədər, məsələn, nəyisə oxuyursunuzsa, özünüzdə onu ə, ə, özünüz özünüzlə diskussiya apara bilərsiniz. Yəni məsələn, nəyisə oxuyursunuz, dialoq oxuyursunuz, onu biraz özünüzdə oxuyun, sonra onu özünüzdə düşünməyə çalışın ki, mən olsam bunu necə deyərdim? Biraz öz fikrinizi ifadə etməyə çalışın. Şərt deyil ki, kiminləsə oturub diskussiya qurasınız, yəni kiminləsə oturub söhbət aparasınız. Xeyr. Bir də məsləhət görərdim ki, əgər rus dilindən biraz da olsa anlayışınız varsa, amma danışmağa çətinlik çəkirsinizsə, məsələn, yanınızda kimsə söhbətmi edir və yaxud da ki, hansısa bir sözümü eşidirsiniz, hansısa bir cümləmi eşidirsiniz, onu həmən dəqiqə çalışın özlüyünüzdə onu rus dilinə tərcümə edəsiniz. Onu özünüzdə rus dilinə tərcümə edin və görün siz hansı sözü bilirsiniz, hansı sözü tələffüz edə bilirsiniz özünüzdə, hansı sözü tərcümə edə bilirsiniz. Və əgər belə deyim də, bəzi insanlar çəkinir o formada özlərində səsli şəkildə tələffüz etməyi, səsli şəkildə məsələn tərcüməni etməyi deyərlər ki, qəribə səs qəribədir, bu insan niyə belə edir? Bəli, var elə insanlar, yəni komplekslə yanaşan. Amma çalışın o elə kompleksinizi yığışdırasınız. Çünki dil öyrənmək üçün ən birinci düşmən sırf kompleksdir. Dil öyrəndiyimiz zaman kompleksimizi bir kənara qoymalıyıq və səhv və ya düz danışmalıyıq. Səhv danışmağın özü də bir bacarıqdır. Hmm. Bəli, elədir. Hal-hazırda Azərbaycanda Azərbaycan dilindən eyni səviyyədə tutulan dillərdən biridir. Yəni biri ingilis, daha sonra isə rus dilidir. Hər ikisi də tələb olunan dillərdir və nəzərinizə çatdırım ki, çox müəssisələr, 95% hallarda müəssisələr istər ə, özəl, istər dövlət fərq etməz. Hər iki dildə tələb edir. Çünki kütlə rus dilli kütlə çoxdur və ingilis dilində də olan kütlə çoxluq təşkil edir. Ona görə hansısa bir müəssisə özünə bir işçi axtarırsa, ilk növbədə bu dilləri tələb edir. Sualınız yoxdur başqa? Bayaqları vəsaitlə bağlı, hə, kitablarla bağlı qeyd etdim mən Red Kalinkanı. Orada ilk başlanğıc üçün ilkin biliklərə malik olmaq üçün hər bir şey çox gözəl şəkildə qeyd olunub. Onu əldə edə bilərsiniz və yaxud da ki, onlayn formada olan onlayn kitabları. Hansı sual idi? Zəhmət olmasa bir də sualınızı verərdiniz. Hı -hı. Hı -hı. Sualınızı gördüm, amma sualınızı daha açıq yazsanız zəhmət olmasa. Yəni hansı feilləri qeyd etdiyinizi tam başa düşmədim. Ha, tamam, tamam. İndi anladım. Tamam. Demək, feilin bitmiş, bitməmiş zamanını, hə, o biraz çətin gəlir Azərbaycan dili tələbələrə, o normal bir haldır. Amma onu aid etmək üçün belə deyim, bitmiş, bitməmiş
Onların özlərinin prefiksləri var. Bitmiş zamanın qarşısında hər zaman prefiks qeyd olunur. 99% hallarda prefikslərləndir. Keçmiş zamanda məhz cinslərin üzərində qurulub, indiki və gələcək zamanda isə bildiyimiz kimi bitmiş, bitməmiş yalnız keçmiş və gələcək zamandadır. İndiki zamanda hər zaman bitməmişdir. Çünki indiki zamandırsa, demək ki, davam edici olmalıdır. Keçmiş və gələcək zamanda bitmiş hal olarsa, o zaman qarşısında prefiks qoyulur. Bunu ən asan yolu belə yadınızda saxlayın. Və keçmiş zamanda rodların üzərində qurulub, keçmiş zamanı rodlarla aid etmək olur, yəni cinslərlə. Qadın cinsi, kişi cinsi, orta cins və cəm hal. Amma gələcək zamanda, indiki zamanda olduğu kimi şəxslərin üzərindən gedir, şəxslərə görə şəkilçilərimizdən dəyişir və yadınızda saxlayın. Budur feili olarsa, məsələn, что буду делать? Budu varsa bu bitməmiş olanı bildirir. Gələcək bitməmiş. Что сделаю? Gördüyünüz kimi сделаю. Делать-in qarşısında bir s prefiksi də qoyulub. Bu zaman bu bitmiş olur, üzrlü sayın. Keçmiş zamanda da onu kimi. Что делал? Что сделал? Что делал bitmişdi. Qarşısında prefiks olan isə сделал. Məsələn, что делал? Bir nümunə də göstərim. Что делал? Pisal. Yəni nə edirdi? Yazırdı. Keçmişdə də olsa bu davam edirdi. Bu hərəkətini hələ ki bitirməyib. Məsələn, on fikrə pisal, pismo o dünənləri məktub yazırdı. Keçmişdə olsa belə bu hərəkəti hələ də davam etdirib, bitirməyib. Amma on pisal, pismo o məktubu yazdı. Artıq Azərbaycan bunun tərcüməsində belə bu görsənir. O məktubu yazdı. Yəni bitirib artıq, hərəkət bitmiş sayılır. Ona görə ən asan yolu bir də qeyd edirəm, prefikslərdir. Yəni qarşısında olan pristavkalardır. Ən çox buna diqqət etsəz, gerisini qarışdırmayacaqsınız. Sıfırdan öyrənənlər də heç də az deyil və çox. Əgər məsuliyyətli yanaşırsa, sıfırdan öyrənən tələbə, əgər mən özümdən deyirəm, yəni yenə qeyd edirəm, hər müəllimənin öz metodu var. Sıfırdan başlayan tələbə 6 aya tam şəkildə normal dili mənimsəyir, normal formada özünü izah edə bilir və danışa bilir. Və məndə məsələn işlə bağlı da qoşulub dil öyrənənlər, yəni kifayət qədərdir. Biraz daha çox irəlilədikcə artıq onun işinə hansı sahədirsə işi, həmin sahəyə uyğun artıq terminlər tələb olunursa onların üzərindən gedirik və yaxud da ki, həmin sahəyə uyğun olaraq hansı ifadələr ola bilər, öz ifadələri onların üzərindən gedirik. Yəni həm rus dilini öyrənirik, həm də həm adi gündəlik danışıq üçün rus dili öyrənmiş oluruq, həm də iş üçün vacib olan tərəflərə də toxunuruq. Yəni bunun üçün ilk növbədə 6 ay kifayət edir ki, siz tam formada özünüzü ifadə edib rahat şəkildə fikrinizi çatdıra bilərsiniz qarşınızdakına. Yəni düşünməyin ki, mən heç nə bilmirəm, öyrənə bilmirəm. Xeyr, çətin başlamaqdır sadəcə olaraq. Bilirsiniz niyə Günel xanım? Çünki rus dili artıq Azərbaycan dilindən eyni səviyyədə demək olar ki, əhali arasında. Təbii ki, Azərbaycan dili hər bir dildən üstündür bizim üçün, amma belə ümumi götürsək, rus dili demək olar ki, Azərbaycanla eyni səviyyədədir və əhalinin çoxluğu rus dilini tam səlis bildiyi üçün artıq rus dilində belə deyim, danışan insanlar heç bir qəribə bir təəssürat yaratmır. Amma hansısa bir başqa dildə səlis, gözəl danışan insan olursa, o zaman bəli çox adam çönür və baxır. Yəni düşünmürəm ki, pis mənada kimsə baxsın. Əksinə yəqin ki, sizə də ingilis dilində siz danışanda da çönüb sizə baxıb, yəni düşünürlər ki, necə gözəl danışırsınız. Ona görə də maraq doğurursunuz. Mən özüm də az qarşılaşmamışam bu situasiya ilə. Rus dilində danışdığım zaman, bəli, hər kəs normal baxır, normal qarşılayır. Yəni tamamilə yolda getdiyim zaman normaldır. Amma
Hardasa hansısa bir tədbirdə və yaxud da ki, hansı yolda getdiyim zaman, ingilis dilində danışdığım zaman hər kəs bəli olub ki, biraz çönüb, biraz qəribə də baxa bilirlər. Sizinlə tamamilə razıyam. Siz də sağ olun. Biraz aktiv olun, suallarınızı verin. Belə pasiv dayanmayın. Bu sizin üçün də bir şansdır. İlkin bacarıqları əldə etmək üçün nələri etməlisiniz, nələrə ehtiyac duyursunuz? Çətinliyiniz nədir? Sualınızı verin, cavablayın. Mən təşəkkür edirəm Günel xanım, aktiv olduğunuz üçün. Çox sağ olun. Bəzən olur ki, tələbələr məhz biraz anlayışları olur rus dilindən və magistri də rus dilində götürürlər, amma görürlər ki, yox, qrammatikası həqiqətən də biraz çətin gəlir, amma onunla belə ə, yəni qorxmadan hazırlaşırlar və inanın ki, çox da gözəl nəticə əldə edirlər. Ondan sonra yəni həvəslənib rus dilini öyrənirlər və o cür tələbələr, məsələn, magistrda xarici dil rus dili kimi seçmiş tələbələrdə daha az müddətdə alınır. Məsələn, elə tələbəm olub ki, bu cür davam edib və artıq heç 3 ay deyildi, o tələbə tam sərbəst şəkildə elə danışırdı, elə gözəl bir diskussiya qururdu ki, baxan deyirdi yəqin ki, bu elə uşaqlıqdan rus dilində bilir, rus dilində danışır. Qiymətlər fərqlidir. İndi hazırda endirimlərdir. Amma webinar iştirakçılarına Aytaç xanım özü qeyd edəcək. Aytaç xanımla əlaqə saxlayarsınız, zəhmət olmasa, webinar iştirakçılarında endirimli qiymətlərlə olacaq və bu da sizin üçün bir şansdır. Əslində qiymətlərimiz kifayət qədərdir. Yəni ə, amma webinar iştirakçılarına kifayət qədər endirim olacaq. Məncə bu şansı əldən qaçırtmayın. Magistr imtahanı fevralda, fevralın 15-i 20-si arası gözlənilir bu il. Hı -hı. O artıq adınız necə oldu bilmirəm, amma o artıq sizin özünüzün səhlənkarlığınızdır, səhlənkar yanaşmısınız. Biraz həvəsli olsaydınız, bu 14 il ərzində siz tam rus dilində elə gözəl danışa bilərdiniz ki, necə lazımdır. Layihə xanım, deyəsən tələsirsiniz webinardan çıxmaq üçün açar sözü istəyirsiniz. Yəni fikirlərinizi bu yöndəmi Günel xanım ifadə etməyə çətinlik çəkirsiniz? Yəni başa düşmədim tam sizi. Zəhmət olmasa biraz aydın şəkildə yazardınız. Aa, bəli. Əgər rus dilində normal danışmaq istəyirsinizsə, gərək dayanmadan dayanmadan rus dilində danışasınız. Və inanın ki, övladlarınızı rus sektoruna qoymuş olsaydı, siz də onlarla birlikdə yenidən sıfırdan başlayıb tam öyrənə bilərdiniz və danışıqda isə onlar sizə kömək edəcəkdi.
İstər-istəməz onlar dərs oxuduğu zaman onlardan eşidərək öyrənəcəydiniz. Daha get-gedə onlar məktəbdə öyrənəcəkdi və istər-istəməz siz danışacaqdınız və inanın ki, ə, rus sektorunda oxuyan uşaqların valideynləri də rus dilində danışır və valideyn qrupu var. Yəqin ki, uşaqları olanlar, uşaqları məktəbə gedənlər bilir, valideyn qrupu bəzən olur ki, susmaq bilmir. Orada da rus dilində də yazırlar. Hər bir şey rus dilində gedir. Demək olar ki, diskussiyalar oradan belə oxuyaraq öyrənə bilərdiniz. Yəni adi bir qrupdakı söhbətlərdən belə öyrənə biləcəyiniz çox şey var. Bunu mən sizə əminliklə deyə bilərəm. Baxın, belə deyim də sizə. Ə, Azərbaycan dili zaten bizim ana dilimizdir və Azərbaycan dilini istər-istəməz hər birimiz bilirik. Yəni istər xaricdə yaşayan azərbaycanlılar olsun, istər vətənimizdə yaşayanlar olsun, fərq etməz ki, zaten Azərbaycan dili bizim doğma dilimizdirsə, evladlarımız da, özümüz də bu dili səlis biləcəyik. Amma rus dilində isə o əlavə bir dildir və əlavə bir dilin bizə heç vaxt bir ziyanı olmaz. Yəni öyrəndiyimiz şeylərin, mənimsədiyimiz biliklərin bizə inanın ki, heç bir zaman ziyanı olmaz. Əksinə bizə nə qədər üstünlüyü var onun. Hər dili öyrəndiyimiz zaman biz ə, hansı ölkənin dilini öyrəniriksə, həmin ölkənin eyni zamanda həm kulturasını öyrənmiş oluruq, həm həmin ölkəyə aid bəzi vacib məqamlara toxunuruq, yəni onları öyrənmiş oluruq. Həm dilini öyrənmiş oluruq. Yəni dil öyrənmək yalnız danışıq öyrənmək demək deyil ki. Dil öyrənmək həm dünya görüşümüzü artırmaq deməkdir. Dil öyrənmək çoxlu ünsiyyət deməkdir. Dil öyrənmək daha çox sosiallaşmaq deməkdir. Yəni dil öyrənmək sizə elə belə mən bu dili öyrəndim, danışdım və yaxud da ki dili öyrəndim, yazmağı bildim, dili öyrəndim, imtahanı verdim demək deyil ki. Biz dil öyrəniriksə, yenə qeyd edirəm, dünya görüşümüzü artırırıq, daha çox sosiallaşırıq, daha çox ünsiyyət qurmaq bacarığımız yaranır, özümüzü hər zaman biliklərimizi artırırıq hər bir dənə belə olsun yeni söz öyrəndiyimiz zaman. Nə gözəl. Siz də rus dili müəlliməsiniz, lap yaxşı. Sizə də uğurlar diləyirəm fəaliyyətinizdə. Bəli, adam var ki, bəli, düz deyirsiniz. Adam var ki, danışa bilir. Bilirsiniz o hansı insanlardır? Çox zaman məsələn, ə, işi ilə bağlı kiminləsə rus dilində danışmalıdırsa, məsələn, Rusiyaya gedib və yaxud da ki, rus dilli ölkəyə gedib və orada artıq məcburdur orada eşitdiyi kimi öyrənir. Yəni nə onun yazılış tərzini bilir, nə onun düzgün tələffüzünü bilir, nə onun düzgün formada hansı sözün necə olduğunu bilir. Xeyr, sadəcə necə eşidir, elə də deyir. Bəli, əlbəttə ki, acınacaqlı vəziyyətdir. Həmin insan biraz öz üzərində çalışsa, biraz məsələn gedib hardansa sırf jargon sözlər öyrəndiyinə, eşitdiyi kimi ara sözlər öyrəndiyinə, biraz da ədəbiyyatını oxusa, onun üçün daha gözəl olar. Yəni çox adam bəli düşünür ki, mən danışa bilirəm. Səhv formada necə gəldi danışır. Bəli, mən bayaq qeyd etmişdim, səhv düz danışmaq çox vacibdir, amma da sırf jargon sözlər, sırf eşitdiyimiz kimi ara sözlər, yəni rus dilində də, məsələn, Azərbaycan dilində də var elə bir şey. Məsələn, baxırsan ki, danışır, sözün sonunu yeyir, danışır, sözü düzgün tələffüz etmir, danışır, sözü düzgün demir. Kendi evimizde hırsız gibi çekinerek. Aa, mhm, tamam. Rus dilini çox sevdim. Məktəbə getmişdim amma hələ də ürəyinizdə qalıbsa, Şailə xanım, heç də gec deyil ki, öyrənmək. Öyrənmək heç bir zaman gec deyil. Əgər özünüzü e, bu dili öyrənməyə, necə deyim, həvəsli bilirsinizsə,
Niyə də öyrənməyəsiniz? Yəni inanın ki, çətin başlamaqdır. Başlasanız vaxt da tapacaqsınız. Yəni hər bir resurs tapacaqsınız onu öyrənmək üçün. Əminliklə deyirəm bunu sizə. Rus dili əlbəttə ki, rus dili gözəl dildir. Elçin bəy oldu yəqin ki adınız elə yazılıb. Rus dili gözəl dildir, səlis dildir və digər dillərdən fərqi isə ən böyük fərqi rus dilinin çox incə bir dil olmağıdır. Digər dillərin heç birində demək olar ki, incə tələffüzlər yoxdur. Hər hamısında qalın tələffüzlərdir. Rus dilinin fərqi digər dillərdən məhz bundadır ki, incə tələffüz olunur bütün sözlər, demək olar ki, əksər sözlər. Rus dilində məhkə znak çox böyük rol oynayır. Məhkə znakın rolu rus dilində əvəzsizdir, belə deyərdim. Çünki elə bir znakdır, elə bir işarədir ki, yəni məhkə znak və tverdo znak, bunu da deyim, yəqin ki bilənlər bilir, bilməyənlərə də bir bilik olar. Məhkə znak və tverdo znak səs deyil, bu sadəcə olaraq bir işarədir, znakdır. Elə bir fərq yaradır ki sözdə. Yəni sözün mənasında dəyişə bilir. Sözü məhkə znakla tələffüz etmədiyimiz zaman çox absurd bir mənaya gələ biləcək sözlər də yarana bilir. Bir tək məhkə znakla sözü hansısa bir hərfin incə tələffüz olunması, belə deyim, çox böyük fərq yarada bilir. Bəli, əlbəttə başlayın. Başlamaq heç bir zaman gec deyil. Çətini ilk dəfədir. İlk dəfə çətin gələ bilər. Daha sonra isə həvəs yarandısa və ən əsası əgər müəllimlə hazırlaşırsınızsa, düzgün metoda olan bir müəllim seçin. Mənə qoşulan tələbələr də olacaq burdan, yəni başqa müəllimlərə müraciət edənlər də olacaq, amma məsləhət görərdim ki, metoda düzgün olan müəllimləri seçin. İlk başda qeyd etmişdim, çoxsu bəlkə də iştirakçıların yox idi o zaman. Danışıq üçün sırf əgər müəllimlə məşğul olursunuzsa və müəllim dərsin yarısından çoxunu qrammatikaya həsr edirsə, o dərsdən qaçın, o dərsdən sizə heç bir xeyir gəlməyəcək. Mən öz metodumu sizə deyim. Mənim metodum elədir ki, dərs zamanı 20 dəqiqə maksimum qrammatikaya aid edirəm və qrammatikanı elə bir formada yığmışam ki, 8 dərs mənə, yəni ki, tələbələrimə o qrammatikanı öyrətmək üçün tam-tamına kifayət edir. O da deyim, bütün dərsi ona həsr edirəm. Xeyr, qeyd etdiyim kimi 20 dəqiqəsini. Hətta elə mövzu olur ki, verdiyim lüğətin üzərindən keçirəm, o mövzunun üstündən ayrı bir vaxt ayırmıram. Elə mövzu olur ki, verdiyim mətnin üzərindən və yaxud dialoqların üzərindən izahını verirəm. Daha sonra şəkillər olur, yəni kartinkalar olur. O kartinkaları tələbələr mənə artıq bir neçə dərsdən sonra təsvir edə bilir, opisaniyasını verir, təsvir edir, onu mənə danışır. Onun üzərində etdiyi səhvləri diskussiya edərək biz öyrənirik, səhvlərimizi düzəldirik. Yəni əgər danışıq üçün qoşulursa və orada çox qrammatika keçirirsə, qrammatika bilirsiniz nədir? Qrammatikanı çox etmək o deməkdir ki, müəllim danışır. Amma danışıq üçün qoşulursa tələbə, o deməkdir ki, tələbəni danışdırmaq lazımdır, özümüz danışmalı deyilik. Ona görə də ən çox diskussiyadır. Yəni qrammatika, yenə deyirəm, çox qrammatika keçirilən yerdən qaçın. Əgər sırf danışıq üçün müraciət etmişsə müəllimə. Əlbəttə ki, Layla xanım. Hər bir dil üçün bu çox vacib bir xüsusiyyətdir, vacib bir meyardır. Bəli, dövlət qulluğunun müsahibəsində də bu çox tələb olunur. Orada dövlət qulluğunda qeyd olunur ki, hansı dillər hansı səviyyədə tələb olunur. Mən özüm imtahan verdiyim zaman, müsahibəyə girdiyim zaman mənim özümdən də soruşmuşlar. Çünki getdiyim yerdə dil tələbləri var idi. Həm rus dilini soruşmuşdular, həm ingilis dilində soruşmuşdular. Yəni tanıdığım bir neçə kurs yoldaşım var idi. Dövlət qulluğuna hazırlaşan kurs yoldaşım var idi. Onlarda da həmçinin rus dilin tələbi yüksək də deyildi əslində. Orta idi rus dili tələbi. Səhv etmirəmsə
B2 tələbi var idi həmin xanımda, amma ondan belə rus dilini soruşmuşdular. Və inanın ki, qanunu, dünya görüşündən necə suallar verirlərsə, yəni necə cavab verirsə, dillər üzrə də eyni cavabı sizdən oradan tələb edirlər. Onu bilmədiyiniz zaman belə o sizin balınıza təsir edir. Əlbəttə ki, başlasaz bacararsınız. Niyə də yox? Başlayıb bacaranlar, yəni ə, sizdən iradəli deyil. Siz özünüz də əlbəttə ki, biraz iradə göstərsəniz, əlbəttə ki, bacararsınız. Niyə də yox? Hər kəs bacarar. Sadəcə çətini başlamaqdır. Məhz znak istifadə etdiyiniz zaman söz qrupu səslənə bilməz. Birisi necə? Fərqli olur. Fərqli olur əlbəttə. Məsələn, bir dənə adi elementar bir sözün sizə deyəcəm. Есть. Есть var deməkdir və yaxud da ki, həm var mənasındadır, həm есть. Və amma есть deyiriksə, baxın orada məhz znak tələb etmirəm. Есть sözündə Y, S, T məhz znak yazılır. Есть var. Bir də məhz znak tələffüz etmədən indi deyəcəm. Есть. Есть artıq yeyir. Yəni kimsə yemək yeyir mənasında və yaxud da ki, nəyisə yeyir deməkdir. Görürsüz bir məhz znak sözün mənası necə dəyişir? Bir hərfin incə və yaxud qalın tələffüz edilməsi çox fərqlidir. Xeyr, Layla xanım, mən keçmədim müsahibədən. Təəssüflər olsun ki, çünki hazırlaşmağa çox az vaxtım olmuşdu. Müsahibəmi qabağa çəkmişdilər ona görə. Qrammatika olmadan xeyr, mümkün deyil. Niyə? Çünki rus dilində elə sait səslər var ki, onlar məhz znakın köməkçisi rolundadır. Məsələn, mən onları bilməsəm, mən necə sözü oxuya bilərəm? Hər zaman məhz znak incəltmir sözü, incəltmir hərfi, səsi, üzürlü sən. Elə sait hərflər var ki, məhz znakın köməkçisi rolundadır və onlar belə hərfi incə tələffüz elətdirir. Eləsi var ki, qalın tələffüz elətdirir. Daha sonra bayaq qeyd etdiyim kimi ismin qrammatikası asnovasında, bünövrəsində ismin halları dayanıb. Həmin ismin hallarını biz bilməsək, cümləni qura bilmərik. Fonetikanı bilməsək, sözü qura bilmərik. İsmin hallarını bilməsək, cümləni qura bilmərik. Məsələn, jenski rodda, qadın cinsindən söhbət gedirsə cümlədə, biz məcburuq onun yanında istifadə etdiyimiz digər nitq hissələrini, əsasən feil və sifəti, məhz həmin ismə uyğunlaşdıraq. Onunla uzlaşdıraq onu. Başqa cürə mümkün deyil. Məsələn, mən deyə bilmərəm, ana pisal pismo. Deyə bilmərəm. Pisal kişi cinsinə deyilir. Ana isə qadın cinsindir. Yəni o, qadın cinsi nəzərdə tutulur. Deməli, ana pisala pismo. Ona görə mümkün deyil. Və yaxud da ki, yanına bir sifət qoyuram. Kitab sözünü götürək. Kniga. Kniga jenski roddadır. Mən interesный kniga deyə bilmərəm. Interesный I şəkilçisi kişi cinsinin şəkilçisidir. Mən onu deməliyəm ki, interesная kniga. A-yı artırmalıyım, çünki qadın cinsinin şəkilçisidir. Ona görə danışıq üçün qrammatikanın dərinlinə getməyə ehtiyac yoxdur. Danışıq üçün qrammatikanın əsasını götürürsünüzsə bizə kifayət edir. Yəni qrammatikasız da mümkün deyil, amma yəni qrammatikanı deyim ki, akademik səviyyədə öyrənin. Xeyr, ehtiyac deyil. Sadəcə əsas nüanslar kifayət edir bu qədər. Bəli, əlbəttə ki, dəyişir Layla xanım. Təbii ki, məsələn, semya sözü başqa bir mənanı verir. Semya başqa bir mənanı verir. Hətta orada ya hərfinin tələffüzündə də fərq var. Baxın, semya dediksə, ailə dediyimiz zaman, məhz znakla istifadə etdiyimiz zaman olacaq semya, ya deyə tələffüz edəcəyik. Amma toxum mənasını verdiyində biz onu deyirik semya. Artıq A kimi tələffüz edirik və M-nı incəldirik. Ya hərfi də məhz znak rolunu oynayan saitlərimizdən biridir. O M-nı incəldir orada. Ona görə rus dilində
bir, deyək ki, tələffüz edilməsinə çox diqqət etməliyik və bir də vurğuya. Vurğu da çox böyük rol oynayır. Məsələn, sizə bir nümunə çəkəcəm. Ə, Zamok sözü var, yəni qıfıl. Z-A-M-O-K yazılır. Zamok. Qıfıldır. Mən vurğunu A-nın üzərinə qoyuram. Deyirəm, daha doğrusu onun üzərinə qoyuram və deyirəm ki, zamok. Yəni qıfıl. Amma biri də var. Mən deyirəm ki, zamak. Bu da Z-A-M-O-K yazılır. Mən deyirəm zamak. Bu artıq qəsrdir. Qəsr deməkdir. Vurğu sözün mənasını yüksək dərəcədə dəyişə bilir. Bəli. Qala deyil də qəsr mənasında ən çox. Ona görə ilk növbədə bayaq da qeyd etmişdim. Özünüz öyrənirsinizsə, yəni hansısa bir vəsaitləri gedib baha-baha almağa ehtiyac yoxdur. Yəni mənası yoxdur. Bu dəqiqə internetdə yazdığımız zaman hər bir şey çıxır zaten. Orada mətnləri axtarışa verin və mətnlərin üzərində vurğu olmasına da diqqət edin. Yəni axtarış verdiyiniz zaman zaten vurğu ilə olanlara qeyd edin ki, vurğu ilə olan mətnlər olsun, asan nağıllar olsun. Yəni ilk başda asanlardan başlayın. Özünüzdə düşünməyin ki, mən uşaq nağılını niyə oxumalıyam? Bu uşaq üçün. Xeyr. Hətta mənim bir tələbəm var idi. Qohumlarında uşaq kitablar var. Birinci, ikinci sinif kitabları var idi. Hamısını yığıb gətirmişdi özü üçün. Və inanın ki, hər gün bir qısa-qısa xırda bir birinci, ikinci sinifdə necə olur mətnlər? Balaca bir şeylər, şeirmi, mətnmi, yəni nə olsa oradan oxuyurdu və inanın ki, onların üzərindən belə mənlə diskussiya aparırdı. Və belə tələbələrin nəticəsi daha möhtəşəm olur və daha qısa zamanda gözəl bir nəticə də əldə edirlər. Yəni dil öyrəndiyimiz zaman bütün bayaq qeyd etmişdim, yenə deyirəm, bütün kompleksimizi kənara atmalıyıq. Dil öyrəndiyimiz zaman bəzən olur ki, dili bilirik, qarşımızdakı rus dilində danışır, rus dilində sual verir və yaxud da ki, yanımızda iki insan rus dilində söhbət edir, dialoq aparır. Biz əslində bilirik onların nədən danışdığını, söhbətin nədən getdiyini və söhbətə giriş edə bilərik. Sadəcə utancaqlıq, çəkinmək bu bizim qarşımızı kəsir. Və bildiyimiz zaman belə bilməmiş bir situasiya düşürük və düşünürük ki, biz bunu edə bilmərik. Danışdığımız zaman bizə gülərlər, yəni bunun kimi bir şey. Xeyr, əsla. Heç kəsi dinləməyin. Siz dilinizi öyrənirsinizsə, rahat şəkildə dilinizi öyrənin. Səhv, düz öyrənəcəksiniz. Və inanın ki, əgər düşünürsünüzsə və yaxud da ki, həqiqətən də kənardan sizə baxıb kimsə nəsə bir negativ bir fikir səsləndirirsə, əsla dinləməyin. İnanın ki, siz o dili öyrənib gözəl danışdığınız zaman həmin insanlar özləri sizə həsəd aparacaq. Başqa sual olan varmı? Nəzrin xanım, deyəsən başqa sual Bəli. olan yoxdur. Yoxdursa biz Ola bilər. yekunlaşdıraq vebinarımızı. Artıq yəni vaxt bitir. Mən sizə təşəkkür Bəli. edirəm, minnətdaram. Bu Mən də artıq sizə əməkdaşlığımızdır bizim. açar sözdə indi sağollaşdıqdan sonra qeyd edəcəm. Hə, Sizə yazarlar. olar. Sizə Tamam. təşəkkür edirəm. Çox Çox sağ olun. maarifləndirici bir webinar oldu. Əminəm ki, iştirakçılarımız da bəyənib, onlar da öz fikirlərini yazarlar. Bu arada buradan İnşallah demək çox istəyirəm sevinərəm. ki, Nəzrin xanımın fərdi və qrup şəkildə dərsləri də olur. Mən özüm Nəzrin xanımın Instagram səhifəsini və əlaqə nömrəsini, əgər sizə uyğunsa, əlaqə nömrənizi də qrupda paylaşım. Bəli, olar. İstəyən olsa Olar. əlaqə nömrənizdə də yazarlar və yaxud da Instagrama yaza bilərlər. Fərdi və yaxud da qrup dərsləri ilə maraqlana bilərlər.
Bir daha Tamam. təşəkkür edirəm sizə. Çox sağ olun. Çox maarifləndirici bir webinar oldu. Siz də sağ olun. Siz də sağ olun. Təşəkkür edirəm hər birinizə vaxtınızı ayırıb qoşulduğunuz üçün. Təşəkkür edirəm. Və açar söz isə öyrənmə planı. Yazarsan Nur xanıma. Sağ olun. Öyrənmə Gecəniz xeyrə. planı. Çox Bəli. sağ olun. Sağ olun. Sağ olun.